bugün ümumiyyətlə Azərbaycan bankları daha çox istehlak kreditinə meyillənir. Çünki oradan daha çox qazanc götürürlər. Amma bu istehlak bazarının inkişafı və istehlak kreditləri ümumilikdə Azərbaycanın iqtisadiyyatına ciddi töhfə verə bilmir. Bu sadəcə olaraq ayrı-ayrı bankların daha çox pul qazanmasına səbəb olur. Və insanlarda narazılıq yaradan məqam nədir? Bankın qazancı ilə insanların xərci arasında balans pozulub. Biri daha çox xərcə düşür, biri daha çox qazanır. Azərbaycanın bank sistemi Ermənistanın bank sistemindən belə zəifdir. Gürcüstanın bank sistemindən 2 dəfə geri qalır. Yəni bu statistikadır. Bunun səbəbi budur ki, bütövlükdə dövlətin, prezidentin, hakimiyyətin diqqəti bütövlükdə Qarabağa yönəlmişdi. Bundan sui-istifadə edənlər, xüsusən də vəzifəli şəxslər, hər bir nazirlik belə özünün kölgə iqtisadiyyatını yaratmışdı, öz bankını yaratmışdı. Sui-istifadələrə yol verilirdi. Yəni bunlar süni yollarla idarə olunurdu. Beynəlxalq bankdan 8 milyardın yox olması, indi rəhbərlik həbsdədir, nə qədər həbslər həyata keçirildi. Yalnız bir bankdan 8 milyarddan çox vəsaitin beynəlxalq bankı nəzərdə tutulan yox olması nə deməkdir? Böyük bir rəqəmdir və Texnika bank yadınızdadır, Standart bank yadınızdadır. Nə qədər banklar bağlandı? Banklar deyir ki, məsələn 16, 18, 25% kredit verir. Depoziti 12% götürürsə 10% kredit verə bilməz ki, 11% kredit verə bilməz ki. Demək, krediti neçəyə verməlidir? Bütün riskləri də nəzərə almalıdır. Bir problemi də bundan ibarətdir ki, bizim banklar riskləri 2 dəfə baha qiymətləndirirlər başqa ölkələrə nisbətən. Bunun nəticəsində istehlak kreditlərinin verilməsi faizi yüksəlir. İndi bununla bağlı Mərkəzi Bank məcburi göstərişlər verib bir çox banklara. Müəyyən məsələlərdə nizam-intizam yaranır və yaranacaq. Amma müəyyən zaman alacaq.